Herkese salam, hər vaxtınız xeyir olsun. Bu dəfə çox asan hazırlanan və çox dadlı kəsmikli peçeni resepti bölüşürəm. Videonu sonacan izləməyi, kanalıma hələ də abunə deyilsinizsə abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Qaba duzsuz və şəkərsiz kəsmik əlavə edirəm. Üzərindən otaq temperaturunda yumşaq kərə yağı əlavə edib çəngəllə ikisini birlikdə əzirəm və qarışdırıram. Bu şəkildə əzib, tam qarışdırandan sonra üzərinə un əlavə edirəm. Və qabartma tozu əlavə edib xəmir hazırlayıram. Xəmiri bulka kimi çox yoğurmağa ehtiyac yoxdur. Əlimizlə biraz toparlayırıq və xəmiri salafan torbaya qoyub buzluqda 10 dəqiqə gözlədirik. Üzəri üçün 4 yemək qaşığı şəkər tozuna 1 paket şəkərli vanil əlavə edib qarışdırıb hələlik bir kənara qoyuram. Xəmiri 10 dəqiqədən sonra buzluqdan çıxarıb 2 hissəyə ayırıram. Bir hissəni indi yayacağam, digər hissəni isə hələlik soyuducunun buzluq olmayan, yəni adi gözündə saxlayıram. Xəmiri təxminən 4-5 mm qalınlığında arabir un səpərək dairə formasında yayıram. Tam yaydıqdan sonra üzərinə hazırladığımız şəkər tozunu bir hissəsini əlavə edib qaşıqla hər tərəfinə bərabər yayıram və daha yaxşı hopsun deyə oxlovla üzərindən biraz keçirəm. Və bu şəkildə üçbucaq formada kəsirəm. Kəsdiyimiz formaları tərs çevirib gördüyünüz kimi bu şəkildə bükürük. Bükdüyümüz xəmirləri hər birini yağlı kağız sərdiyimiz soba lisisinə qoyub təxminən 170-180 dərəcəlik sobada 25-30 dəqiqə bişməyə qoyuruq. Və budur, peçenlərimiz sobadan çıxdı. Çox gözəl ətri var, çox ləzzətli oldu. Siz də mütləq hazırlayın və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Hələlik.